Dövlət qulluğu onlayn hazırlıq, həftədə 2 dəfə 90 dəqiqə, qanunvericilik, məntiq, informatika, Azərbaycan dili. İlk sınaq dərsi ödənişsizdir. Paket 150 AZN. Hədəfinizə addım-addım yaxınlaşdırırıq. Əlaqə 051 688 26 50. Məqsədlər dəyişməlidir. Yəni müəllimin məqsədi müəyyən mənada həftə ərzində ona ayrılmış saatları deyib dərhal məktəbdən getməkdirsə və başqa fənn müəlliminin o uşağa nə öyrətdiyi onun nə marağında deyil, nə onun belə deyək, məqsədi deyil, nə onu özünün fəaliyyətinin bir hissəsi kimi görmürsə, təbii ki, uşaq hər tərəfli inkişaf eləməyəcək. Yəni siz elə bil ki, ortada durmusunuz, hər dəfə o qapıdan bir nəfər girir, o sizə 45 dəqiqə nəsə özünə aid bir şey deyir, özü üçün vacib olan bir şey deyir və çıxıb gedir. Sonra başqa adam girir, o özü üçün vacib olan bir şey deyir və özünüzü o uşağın yerinə qoyun. Yəni faktiki olaraq bu uşağın ümumiyyətlə həyatı olan marağını bir sual etmək lazım. O nöqteyi nəzərdən biz yenə deyirəm, təhsilin müəllimə yönəlik olmasından, yəni biz görürsünüz nə qədər müəllimlər haqqında danışırıq. Cəmiyyət bizə nə qədər uşaqlar haqqında çox sual verir, yoxsa müəllimlər haqqında? Sizcə, müəllimlər haqqında. Müəllim çox vacibdir, amma biz unuduruq ki, təhsilin bütün mahiyyəti uşaqdır. Yəni bu təhsilin mərkəzi şagirddir. Yəni şagird üçündür hər şey. Müəllim də şagird üçündür. Müəllimin maaşı da şagird üçündür. Biz müəllimə niyə maaş veririk? Veririk ki, şagird daha yaxşı öyrənsin. Şagird daha yaxşı öyrənmirsə, ona müəllimə niyə maaş verməliyik? Yəni bu cür təfəkkür tərzinə dəyişiklik düşünürəm ki, Azərbaycan təhsilini daha yaxşı edə bilər.